Ötən gün paytaxtın Ağşəhər adlanan hissəsində Xətai rayonu Süleyman Vəzirov küçəsində yerləşən yaşıllıq ərazinin məhv edilməsi ilə bağlı fotofaktlar və vətəndaş şikayətləri qeydə alınıb. Bölgə TV xəbər verir ki, bizim əsraza daxil olan məlumatda bildirilir ki, bir gün əvvəl bazar günü gecə saatlarında Eldar şamlarından ibarət yaşıllıq sahəsi naməlum şəxslər tərəfindən tamamilə məhv edilib. Ağacların kəsilməsi və yaşıllığın sıradan çıxarılması heç bir rəsmi məlumatlandırma və ya xəbərdarlıq olmadan həyata keçirilib. Vətəndaşların iddialarına görə söz gedən ərazi uzun illərdir mövcud olan və ətraf mühit üçün mühüm əhəmiyyət daşıyan yaşıllıq sahəsi olub. Hazırda hadisə yerində Eldar şamlarından heç bir əsər əlamət qalmadığı bildirilir. Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə ünvanlanan sorğular isə cavabsız qalıb. İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar Məsələlər sektorunun müdiri Rəna İmanov göstərilən sorğulara cavab vermir, telefon zənglərini açmır. Həmçinin Ərazi Təşkilat Məsələləri sektorunun müdiri Anar Tağızadə də suallardan yayınaraq bu cavabın Pənah Musayev tərəfindən verilməli olduğunu bildirib. Maraqlıdır, Ərazi Təşkilat Məsələləri sektorunun müdiri Anar Tağızadə birbaşa ərazidə baş verənlərə onları araşdırma və cavablandırma məsul şəxs olsa belə suallardan yayınır. Görünür bu sualları cavablandırmaq olduqca çətin və məsuliyyətlidir. Çünki söhbət şəhərin göbəyində yaşıl soyqırımdan gedir. Nə qədər qəribə görünsə də ərazidə baş verən bu açıq-aşkar yaşıl soyqırım faktının ört-basdır edilir. Hadisəyə hüquqi qiymət verilməsi üçün hər hansı araşdırmanın aparılmadığı, məsul şəxslərin müəyyən edilmədiyi bildirilir. Qeyd edək ki, Xətai rayon icra başçısı Rafiq Quliyevdir. Rəna Rövşən qızı, Bölgə TV.